gülməkdən. Uşaqlar, sizə də bir ad qoyacağım. Gözləyin. Çiçək alıyor deməyəsiniz ha. Bir ad qoyacağım. Mən nə deməyəcəksən? Uşaqlar gəlib deyəsən, salam əziz uşaqlar, necəsiz? Hər vaxtınız xeyir olsun. Çox şad oldum sizi görməyə. Ciddanla nə danışırdınız belə? O nə idi adıydı, ay Allah. O nə adıydı? İlahi, Çiçək bacı o qədər gülmüşəm. Nəyə gülmüsən, bir də görüm. Ay, deyə bilmirəm. Yadıma düşür bu dəqiqə hamısı. İndi sənə heç nə deyə bilmirəm mən. Yerə deyə bilmir uşaqlar. Ay Allah, nə qədər güldüm. Vay, qoy özümə gəlim. Ay, cırtdan özümə gəl, xahiş edirəm. Gələ bilmirəm axı. Özümə çox uzağam, gələ bilmirəm. Çox qalıb. Çox gedəsən. Yo, cırtdan. Özünə gəl, xahiş edirəm, özünə gəl. Çiçək bacı buradadır, uşaqlar buradadır, özünə gəl. Ay, cırtdan. Mən nə edəcəm, necə özümü sakitləşdirim. Ay, Çiçək bacı deyə bilmirəm, danışa bilmirəm, yadıma düşdükcə. O qədər gülmək tutur ki məni. Bilmirəm ki, sənə necə deyim, necə başa salım. Bizə gülək də, maraqlıdır mənə ki, görüm nə deyəcəksən sən, mənə çox maraqlı. Nəyə bu qədər gülürsən? Deməli, Çiçək bacı, bir həftədə elə bir qəşəng iş tapmışam ki özümə. Keyfim köçdü. Məktəbə də çox rahat, çox əyləncəli formada gedirəm. Maraqlıdır. Gedirəm, gəlirəm, halım çox yaxşı olur. Məktəbdə də halım olmayanda. Nədir görəsən bu belə, halı da qəşəng olur. Yadıma düşür, sonra məni gülmək tutur. Çoxlu gülürəm. Yaxşı, deyiləm, biz də gülək də, elə deyil. Uşaqlar da gülsün, biz də gülək. Deməli, Çiçək bacı. Deməli, Çiçək bacı, mən bilirsən də, bütün də fənləri çox sevirəm. Amma bir fən var ki, çox hoşuma gəlmir, ancaq müəllim gəlir, danışır, gedir öz-özünə. Müəllim elə belə danışır. Qulaq asmırsan? Hə, danışır, ancaq öz-özünə gedir. Deməli. Ay, cırtdan. Ay, Çiçək bacı, özümə gələ bilmirəm, Çiçək bacı. Nə vaxt özünə gələrsən? Çiçək bacı, deməli, bir müəllimimiz var, kimya müəllimimizin adını qoymuşam. Kimya müəllimimizin adı Şirquludur. Nə olsun ki, burada nə var ki, bilmədim. Onun adını bilsən nə qoymuşam? Virus Şirqulu. Cırtdan. Ay, o qədər soruşanda ki, uşaqlar kim gəldi, deyirik ki, Şirqulu virus. Cırtdan. Bir dəqiqə dayan, zəng gəlir. Aha, görə Şirqulu başımı itirmişdim. Deyirəm, tapmacadır. Başım itirdi mi? Tapmaca, uşaqlar gedək. Qəşəng diqqətlə qulaq asın. Görün bu sonra nə deyir. Getdi tapmacaya. Salam uşaqlar. Yenidən tapmacamıza xoş gəlmişsiniz. Sizə yeni tapmacalar öyrədəndə çox sevinirəm. Bugünkü tapmacamız uzaqdan baxdım yaman çox, yanına getdim heç nə yox. Fikirləşin. Çətindir biraz, amma çox rahat bir cavabdır. Tez aşağıdakı nömrələri yazın, göndərin. Hoppa, hoppa.
kəndimiz Azadabad. Ay gözəl kəndimiz, gözəl olur sənlə yay qış bahar. Gözəl olur sənlə yay qış bahar. Yaşıl meşəli, ömrü nəşəli, sevirəm səni gözəl kəndimiz. Yaşıl meşəli, ömrü nəşəli, sevirəm səni gözəl kəndimiz. Kəndimiz, 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 kəndimiz. Ağacdan elə yuva bağlar gedər, ağacdan elə yuva bağlar gedər. El sevən insan hara köçər gedər, el sevən insan hara köçər gedər. Ağacda alma yanağı qırmızı, ağacda alma yanağı qırmızı. Dərsəbətə yığ onu bağlan qızı, dərsəbətə yığ onu bağlan qızı. Lay 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 lay. Lay 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 lay. Lay 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 lay. Ağacda alma dadı baldan şirin, ay qız ay oğlan onu xəlvətlərin. Ağacda alma yetişib dər tez ol, dostlar üçün sən onu göndər tez ol. Dər tez ol, dər tez ol, dər tez ol, dər tez ol. Yaşıl bağın gözəlidir ağ alma, yaşıl bağın gözəlidir ağ alma. Almanı dərdin daha bağda qalma, almanı dərdin daha bağda qalma. Lay 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 lay. Lay 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 lay. Lay 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 lay. Lay 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 lay. Hə, gülərsən. Deməli, İndi Çiçək bildim bacı. niyə gülürsən sən. De görüm. O birisi yadıma düşdü. Deməli Çiçək bacı, biz riyaziyyat müəllimimiz var. Adı tapdıqdı. Tapdıq. Hə. Deyirik ki, çirkul tapdıq, gəldi. Ay Allah. Hələ, bir dənə də ədəbiyyat müəllimimiz var. Ədəbiyyat müəlliminə dedi. Deyirik ki, povest İsrafil gəldi. Ay vay, Çox çırpda. gülməlidir Çiçək bacı. Keyfimiz olmayanda bunların adlarını çəkirik. Belə bizi çox gülmək tutur. Aha, yadıma düşdü. Sənə də ad qoymuşam, təzə ad qoymuşam sənə də. Mənə? Sən mənə də ad qoymusan? Ha, Çiçək bacı çox xoşuma gələcək. Deyim Görək. adımı? Qıcıq çiçək. Qıcıq? Mən niyə qıcıq oluram? Qıcıq çiçək. Mənə bax, qıcıq bura çiçək. gəl, səni indi birtəhər eləyəcəm mən. Gəl bura görüm, qulağımı çıxardacam səni, Yox, dayan. gələ bilmərəm. Niyə gəlmirsən? Çıx bayra, uşaqlar görür səni. Yox, heç xoşun gəlmədi adından Çiçək bacı. Qıcıq çiçək. Mən niyə qıcığam, hə? Qıcıq çiçək. Bura gəl, səni... Yaxşı, mən buradayam. Hə. Sən mənə niyə qıcıq deyirsən? Qıcıq çiçək. Uşaqlar, bu düzdür Xoşuma sizə? gəlmədi adın. Müəllimlərə ad qoyub. Hə də, müəllimlərimə ad qoydum. Niyə? Əyləncəli olması üçün sənə də ad qoydum da. Hələ uşaqlara da ad qoyacağam. Xəbərin var. Sənə ad qoysalar xoşuma gələr. Bu nə hərəkət Ay, deyirsən? Çiçək bacı çox maraqlıdır, çox əyləncəlidir. Sən də bir Görsün dənə ad uşaqlar. qoyarsan. İndi sən yaxşı baxarsan indi cırtdan. İndi sonra baxarıq. Deyirəm ki, cırtdan. Bu hərəkətin indi sən müəllimlərin eşitsə pis olmaz da. Qıcıq çiçək, qıcıq çiçək, qıcıq çiçək. Sən bu yana gəl, məni eşitmirsən sən? Gəl bura gülüm. Deyirəm uşaqlar gözləyir, çıxma oradan. Çıxa bilmərəm. Sən mənə elə vurursan burada, mən nətər çıxım oradan? Deyirəm uşaqlar gözləyir, görsün çıxmır oradan. Gəl. Vurmasan gələcəm, yavaş-yavaş. Yaxşı, Çəkil o yana, vurmuram. çəkil o yana. Cırtdan. Qıcıq çiçək, qıcıq çiçək. Görsün uşaqlar. Ay, Nəysə, ay, ay, qulaq ay, asmıram ay, mən. ay, Uşaqlar, ay. bax siz belə eləməyin ha. Qətiyyən düz iş deyil. Məni də hirsləndirdi burada. Görürsən? Yox, heç Çiçək bacı, nəyə hirslənirsən də ki? Necə yəni? Mənim adım var Çiçək. Niyə görə mənə qıcıq çiçək deyirsən? Mən qıcıq nə eləmişəm ki sənə? Buna bax. Belə qıcıqlandırırsan da adamı. Görsən ki, ad qoymuşam sənə. Sən də deyirsən ki, sən nə qəşəng adım var mənim. Cırtdan mən kim qıcıqlandırmışam? Uşaqlar sizi qıcıqlandırıram. Xoşun gəlsin də. Yaxşı.
İndi baxarsan sən, yaxşı zəng gəlir. Hə, Yoxsa hə. birazdan sənin işin var mənim. Uşaqlar gedək. Mən də bunun Çiçək bacı, deyirəm ki, bəlkə belə sən də davam elə. Qıcıq çiçəklə gedirik müsabiqəmizə. Acıqdan. Bir dayan görüm. Bir dəqiqə gəlirəm Ay, səndə. ay, ay, Dayan ay, bu dəqiqə. ay, Gəl bura görüm. Buna bax sən. Salam dostum. Salam. Necəsən? Yaxşı. Sən necəsən? Mən də yaxşıyam. Adın nədir sənin? Əbəfər. Neçə yaşın var? 5. Əbəlfəz, burada gördüyün xanalar var ha. Orada oyunlar var. Oyun oynamaq istəyirsən? Bəli. Başlayaq. Bəli. Sonra seç, başlayaq oyunumuza. Oyun seçədim. 1, 2, 3, 4, 5, 6. Hansını istəyirsən? 5. 5. Aha, diqqətli ol, başlayırıq. Əbəlfəz, burada çox maraqlı oyunumuz var. Mən sənə suallar verəcəm. Sən bəli, yoxsa xeyir deyəcəksən. Yaxşı? Yaxşı. Hazırsan, başladıq. Azərbaycanda yay və qış fəsli var. Bəli. Bəli. Aha. Azərbaycanda qar çox yağır. Yox. Xeyr. Hayır. Bəliymiş. Sonraki sual. Bakıda metro xətti var. Bəli. Bəli. Azərbaycan Xəzər dənizinin sahilində yerləşir. Bəli. Bəli. Xəzər dənizinin suyu duzludur. Bəli. Bəli. Əhsən sənə. Bakıda Qız qalası var. Bəli. Aferin sənə. Ağıllı dostum, qalib gəldin. 5 dənə xalın oldu sənin. 50 xalın oldu sənin. Aferin. Oyun oynamaq istəyirsən, yenəcə də oyun oynayaq. Bəli. İkisini də bildim. Bəli. Əbəlfəz dostum, görürsən sənin 50 xalın var. Təbrik edirəm səni. İkinci oyunu oynamaq istəyirsən? Bəli. Bir dənə xala seç getdik oyuna. La 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 la. 1. Bir. Aha, çox maraqlı oyunumuza gedirik. Bəlfəz, burada nənəmin qoyunları var. Buradakı qoyunların sayını mənə deməlisən. Sonra bilirsən qıraqdan canavarlar gələcək. O canavarlar gələndə mənə xəbər elə ki, bizim toplan getsin onları qovsun. Yoxsa qoyunlarımızı yeyər. Yaxşı? Yaxşı, Bu oyunda qoyunlar 30 xal verəcək, canavarların xəbərini versən 10 xal verəcək. Yaxşı? Hazırsan? Başladıq. Aha, başladık. Canavarlara dikkat elə ya dostum. Qoyunları da saymağı unutma. Canavar gəlir. Canavar gəlir. Gəlir. Gəldi canavar. Qaçdı.
toplan. Bir de geldi. Hə. Bir də gəldi. Canavarlar. Canavarlar gəldi. Geldi geldi. Gəldi. Ay, qovdu. Toplan qovdu. Afərin. Qoyunlar neçə dənədir saymısan? 9. Diqqətlə say da, diqqətlə say. Canavar gəldi. Ha. Sənin eşidirəm, toplan qaç. Qoyunlar neçə dənədir? 9 tane. 9. 10 tane. 10 dənə baxaq görək. Ay ay ay, 11 dənəymiş qoyunlarımız. Hə dostum, gedək. Sən bizdən 30 bal qazandın. Canavarların hamısını bizə dedin. Qəşəng də 30 xal qazandın bizdən. Afərin sənə. Dostum, afərin sənə. Bizdən 110 manat dəyərində hədiyyə qazandın 110 xalın olduğu üçün. Əhsən sənə! Təbrik edirəm səni dostum. Sağ ol dostum, sağ ol. Deyirəm cırtdan, ay cırtdan. Qulaq as mənə. Deyirəm Deyirəm sənə dostlarımızdan biri zəng eləyib. Mənə? Səndən danışmaq istəyir. Bax gör nə deyir. Vurmayasın. Hə, verirəm. Alo. Hə dostum, salam, necəsən? Mənəm də heç nə oturmuşam, oynayıram özüm üçün. Hə, ləqəb qoymuşam, düz eşitdin. Maraqlıdır. Çox maraqlıdır. Çiçək bacıya da ləqəb qoymuşam, eşitdin? Hə, yox eşitdim. Hə, deməli, sən də mənə qoymuşsan ləqəb? Nə? Qarışqa cırtdan? Nə? Mikrob cırtdan? Bu nə deməkdir? Bunu mənə deyirsən sən? Buna bax hələ bir. Çiçək bacı, telefon çək qulağımdan. Buna bax hələ bir, mənə bir ləqəb qoyub. Necədir cırtdan? Mənə deyir ki, qarışqa cırtdan. Hə. Mənə deyir ki, mikrob cırtdan. Mən mikrob oxşuyuram. Sən cəmaata ad qoyanda yaxşı idi. Mənə ad qoyanda yaxşı idi. İndi burada sənə ad qoyublar. Nə olacaq ki? Çox da qəşəng idi. Yox, heç Qarışqa cırtdan, mikrob cırtdan. Pisdir uşaqlar. Çiçək bacı olmadı ki belə bir şey. Amma hələ buna bax, mənə bir ləqəb qoyub. Dayan, eybi yoxdur. Mən də sənə bir ləqəb qoyaram. Sənin ağlın başına gələr. Buna bax hələ. Qarışqa cırtdan. Yox, mikrob cırtdan. Ləzzət eləmədi deyirsiniz uşaqlar. Çiçək bacı, mən qarışqa oxşuyuram. Mən mikroba oxşuyuram. Çiçək bacı, mənə ləqəb oxşatdıqların oxşuyur. Oxşuyurdular da. Şirqulu müəllim oxşuyur da bir. Yadıma düşdü, yenə gülmək tutdu. İndi mən neyniyim axı Çiçək bacı? Neynəməlisən? Səhvimi başa düşsən yaxşı olardı. Yox da Çiçək bacı, mənə o adı mənə qoymalıydı. Başa düşməyəcək. Yox, mənə o ad yaraşmır. Mən bu insanlara deyir. Uşaqlar, mənə qıcıq yaraşır. Çiçək bacı çox qəşəng qaldırırsan. Qıcıq çiçək. Özün sən qıcıq. İndi qulaqlarımı dartacam səni. Buna bax. Yaxşı uşaqlar var burada. La qıcıq çiçək. Bura bax. Sən də qarışqasan onda, hə? La. Eşidirsən? Yox, mən qarışqa zad deyiləm. Onu mən də qıcıq deyirəm. Sən qıcıqsan, qəşəng qalırsan da qıcıq çiçək. Yaxşı da bəsdir. Uşaqlar burada ayıbdır. Onlara da ad qoyacam da, hələ yadımdan çıxmayıblar. Hə, onda sən dostsuz qalarsan belə. Belə görürəm dostsuz qalacaqsan. Mənə ad qoy, nə bilim müəllimə ad qoy, nə bilim nə. Hə. Poves İsrafil. Ay çiçək bacı, uşaqlara da ad fikirləşirəm. İndi bu başına gələcəyə bir gün. O da böyüyüb nə vaxtsa müəllim olanda, nəsə olanda bunu da bir ad qoyacaqlar. Narahat olmuyor uşaqlar. Mənə? Hə. Yox, çiçək bacı zəng gəlir. Dayan, zəng gəlir. Hələ onu deyəcəkdim. Uşaqlar, gedək müsabiqəyə, sonra başa salarıq. Getdik. Yaxşı uşaqlar. Getdik. Aşağıdakı nömrələrlə əlaqə saxlayın mütləq uşaqlar. Mütləq. Salam dostum. Necəsən? Mənim adım Cırtdandır. Bəs sənin adın nədir? Benim adım Abide'dir. Abidə neçə yaşın var? 9. 9. Hə, oyunumuza hazırsan?
Bəli. Bax, bu yuxarıda gördüyün xanalar var ha. Onların içində çoxlu oyunlar var. Əgər oyun oynamaq istəyirsənsə, xanalardan birini seçək və başlayaq. Neçəni seçirsən? 6-nı. 6. Aha, getdi oyuna. Nənəmin qoyunları yenə gəldi. Hə. Abi də burada bilirsən necə oyun oynayacağıq. Qıraqdakı gələn canavarların xəbərini mütləq mənə deməlisən ki, toplan da onları qovsun. Hər canavarlar 10 xal eləyir. Və qoyunların sayını da mənə düz deməlisən və oyunda qalib olmalıyıq. Bu qoyunların sayını da düz desən, sənə 30 xal qazandıracaq. Hazırsan? Bəli. Başladın. Canavarlara diqqət elə. Aha. Toplan gözləyir. Canavar gəldi, canavar gəldi. Qaçsın toplan. Aferin sənə toplan. Aferin sənə abidə. Qoyunların sayına da diqqət elə. Canavarlara da diqqət elə. Gəldi. Gəldi. Toplan qaç. Nə qədərdi qoyunlar? Qoyunlar 11 dənə. 11 dənə. Baxaq görək. Gəldi. Gəldi. Aha, gəldi. Gəldi. Canavar gəldi. Aferin sənə. 11 dənə qoyunlarımız var imiş. Və canavarların sayını da bizə düz dedin. 70 xalın oldu sənin. Əhsən sənə. Abi də, gedək o bir oyuna. Gedək. Getdik. Abi də, oyunumuzu bəyəndin? Bəli. Çox bəyəndin? Bəli. İkinci oyun oynamaq istəyirsən? Bəli. Getdi, xana seç, gedək oyna. 3. Aha, xana açılsın. Ay, nə qəşəng oyunumuz var. Abi də, qulaqların yaxşı eşidir? Qulaqların yaxşı eşidirsə, onda bu oyunda sən qalib olacaqsan. Çünki burada nə səs gəlsə, bu qulaqcıqdan nə səs eşitsən, o cavabı bizə deməlisən və qalib olmalısan. Hazırsan? Qulaq as, bəli. Bəli. Aha, indi diqqətlə qulaq as. Diqqətli ol. Nə səs eşidirsən? Səs gəlmir, gəlir səs. Amma diqqətlə qulaq as. Paltarımızın qabağını nə ilə bağlayırıq? Nə ilə bağlayırıq? Düymə yox o birisi. Aferin! Aferin sənə! Qalib oldun. Təbrik edirəm. Qulaqların çox yaxşı eşidir və bizdən 70 xal qazandın. Təbrik edirəm səni. Hə, dostum, sən bizim bu oyunda yaxşı iştirak elədiyin üçün, cavabları doğru verdiyin üçün 140
xal qazandın və mən də sənə 10 xal hədiyyə verirəm. Ümumilikdə olur 150 xal. Təbrik edirəm səni. 150 manatlıq dəyərində hədiyyə qazandım bizdən. Ura! Görürəm. Ura! Sağ ol. Ay çiçək bacı, hələ özümə gələ bilmirəm mən. Nəyə özünə Mən gəlmişsən? bəyəm. Qarışqayam. Hə? Mən bəyəm. Mikrobam. Hə, mən də özümə gələ bilmirəm. Mən Niyə? də Sən niyə gələ qıcığam, bilmirsən ki? Cırtdan. Mənim də adım qıcıqdır. Qarışqa, mikrob. Ay Allah. Mən eləcə də deyirlər bunu. Sən bilmirsən ki, bir gün sən başqasına ələ salanda, başqasına ləqəb qoyanda sənə də qoyacaqlar. Hələ bu harasıdır? Dedim bayaqlar bir söz dedim. Dedim sən də böyüyəcəksən, olub bizim müəllim olacaqsan. Onda da sən neynirsən orada? Bir dayan, bir mənə qulaq asırsan ya yox. Mən ay Allah. Şəbət fikir məndə olmasın da sən. Cırtdan, bax. Sənə də nə vaxtsa ləqəb qoyacaqlar. Sən indi görüm xoşuna gələcək, eşidəcəksən ki, hansı uşaqlar sənə ləqəb qoyublar. Qaşınır qarnım. Aha, Mən özüm üçün danışıram da. Yaman qaşınır. Bu gün qarnım yaman qaşınır. Aha, xay, xay. Ay. Ay 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 ay. Ay cırtdan özünə gəl. Özünə gəl cırtdan. Ay ay ay. Özümə gəldi. Çiçək bacı. Ay cırtdan. Çiçək bacı qaşınır da neyniyim? Təndirə çox girib çıxıram. Orada tüstüdən olur da belə bir şeylər. Gəl mövzumuza qayıdaq, sən heç mövzudan qırağa çıxma. Qaydanda da olur da yenə elə bir şeylər. Nə Hə, olur? Çiçək bacı deyirəm ki, necə eləyək? Mən indi bu oğlana, bu dostuma necə başa salım ki, özüm mənim dostum deyil də, mənə ləqəb qoyubdu. Hə. Mən ona necə başa salım ki, Onda mən də səndən dost olmayacağam. Sən də mənə ləqəb qoymusan. Necə? Nə? Bəli. Sən mənə ad qoymusan. Yəni mənim adım ola əlavə ad qoymusan. Özdə yəni qıcıq. Uşaqlar mən heç qıcığam. Yəni mən- bacı eybi yoxdur da. Sən məndən heç ola bilər ki, sən mənlə dost olmayasan, hə? Niyə olmur ki? Bəs Sən bu ondan dost verilişi kim olmursan. aparacaq? Necə bil, nə bilim valla. Yəni bir cür eləyərik də. Bəs uşaqlar soruşmayacaq ki, Çiçək bacı hardadır? Hə? Sən istəmirsən də məni. Mən istəsəm belə ad Ay qoymazdım. Çiçək bacı, çox belə fikir vermə. Qıcıq Nə çiçək bileyim də mən. pis deyil. Onda qarışqa cırtdan da pis deyil. Nə pis uşaqlar. Çiçək bacı yoxsa olmaz da. Mikrob cırtdan da pis deyil. Yox. Hə, onda yaxşıdır. Onda belə eləyək də. Bax cırtdan. Mən sənə bir söz deyim. Cırtdan. Hə, Eşidirsən məni? eşidirəm. Fikirləşirəm. Heç belə işdən oxşamırsan. Çiçək bacı fikirləşirəm. Nə fikirləşirsən? Qarışqa ilə mikrobu. Hə, bax cırtdan. Mən sənə bir dənə söz deyim. Bunları fikirləşdirəm. Ay. Papağı qəşəng qabağına qoy. Fikirləş görüm nə edəcəksən. Axırı nə olacaq bu işlərin? Hə. Ona ləqəb qoy, buna ləqəb qoy. Nə bilim, dostlarına ləqəb qoy ki, dostluğumuz da pozulur yavaş-yavaş. Zəng gəlir. Bir dəqiqə dayan. Zəng gəlir. Elə bildim tək mən Hə, eşitdim. uşaqlar, zəng gəlir. Gedək. Aha. Sonra cırtdanı qəşəng başa salarıq. Elə deyilmi? Bəli, Aşağıdakı bəli. nömrələrə müsabiqə üçün yazmağı da unutmayın. Gedək uşaqlar. Gedək cırtdan. La 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 la. Salam dostum. Salam. Necəsən? Yaxşıyam, sən necəsən? Mən də yaxşıyam. Mənim adım Cırtdandır. Sənin adın nədir? Mənim adım isə Zəhradır. Zəhra. Neçə yaşın var Zəhra? Mənim 8 yaşım var. 8 yaşın var. Nə gözəl. Burada görürsən də oyunlarımız var qəşəng. Hansı oyunu oynamaq istəyirsənsə, bir dənə xana seçirik və başlayırıq oyunumuza. Mən bir istəyirəm. Birinci xana açılsın. Açıldı. Başlayırıq. Zəhra, burada görürsən nə qədər qoyun var. Bu da nənəmin qoyunları, bilirsən. Zəhra, bu oyunda belədir ki, bax qıraqdan hər an canavar gələ bilər. Canavarın gəlmək xəbərini bizə mütləq deməlisən ki, toplan getsin onu qovsun. Və ən axırda qoyunların da sayını saymalısan, bizə düzgün cavabı deməlisən. Başa düşdün?
Başa düşdüm. Onda başlayaq oyunumuza. Aha, canavarlara diqqət elə, qoyunları da diqqətlə say. Canavar gəlsə, Canavarlar gəlir. gəldi. Aferin sənə, gözün yaman itidir ya. Qoyunlar da bir yerdə qalmır ki. Düzgün sayaq. Ha, canavarlara diqqət elə ya. Canavarlar gəlir. Geldi canavar, kaç, toplan, kaç. Aha. Hı. Sayı dene. 11 dənə qoyun var. 11 dənə. Aha. Canavarlar gəlir. Canavar geldi. Cevaba baxaq görək, cevap neçədir? Aha, görək, sayaq görək, cevap neçədir? Canavarlara diqqət elə ya. Canavarlar gəlir. Canavar geldi, kaç, toplan. Əhsən sənə. Qoyunlarımızın sayı 11'dir və canavarlara da diqqət elədin. Ümumilikdə bizdən 70 xal qazandın. Təbrik edirəm səni. Keçək o bir oyunumuza. Zəhra, bizdən 70 xal qazandın. İndi o birisi oyunu da seç və başlayaq oyunumuza. Mən Aha. bizi seçirəm. 3'ü. Açılsın xanamız. Hə, Zəhra, bu mənim ən sevdiyim oyundur. Bilirsən də bu oyunu necə oynayacağıq? Bir dənə yumurta var və 3 dənə kasa. Bu yumurta bir kasanın altındadır. Həmin yumurtanı tapmalıyıq. Kasalar fırlanacaq. Başa düşdün? Başa düşdüm. Hə, bu oyunda da 3 dəfə oynayacağıq bu oyunu. Bu oyunun bir xalı, yəni bir oyun 20 xal deməkdir. 3 dəfə doğru cavab versən, bizdən 60 xal qazanacaqsan. Hazırsan? Hazıram. Başladık. Diqqətli ol, diqqətlə bax. Hı. Baxdın? Üçüncü. Baxaq görək. Aferin. Yaman diqqətlisən. Keçirik ikincisinə. 20 xal qazandın. Hansındadır? İkinci, baxaq görək. Ay, eybi yoxdur. Keçirik üçüncüyə. Diqqətli ol, diqqətlə bax. Elə tez-tez fırlanır ki, başım gicəllənir. Ay, gözlərim, saç baş. Birinci də baxaq görək. Aferin! 2 dənə doğru cavabın oldu. Yəni 40 balın oldu. Əhsən sənə Zəhra. Çox diqqətlisən. Keçdik görək bizim ümumi nə qədər xalımız var. Hə, Zəhra, bizdən 110 xal qazandın. Bax.
Deyirəm ki, bax bu belə deyil. Ay, buradan sapı çıxıb ki deyəsən. Baxın, bax, ay, yo, təmizlə. Hə, çiçək bacı deyir ki, papağı qoy qabağıma fikirləş. İndi mən səninlə oturmuşam, söhbət edirəm. Söhbət edirəm ki, bax, mən burada nəyi pis demişəm, hə? Cırtdan. Virus şirquludur da. Hə, sənə də gülməli gəlir. Yox, gülməsə səsin gəlmir, səsi eşitmirəm. Amma nəysə, mən danışım. Hə, o birisi də Poves İsrafildir də. Nəyi səhv deyirəm axı mən? Hə, sən denən ki, ay cırtdan, bax bunu səhv deyirsən. Və sonra da o bir dənəsi də var idi, Çirkul. Çirkul tapdıq. İndi bax, o ona oxşuyursa, indi mənim günahım nədir axı burada, hə? Mən o adı qoymuşam ona, uşaqlar da gülürlər, mən də gülürəm, bizə çox maraqlı gəlir. İndi mən neyniyim axı, ay papaq, sən deləndə, bax, sən də get çiçək bacı deyilən ki, ay çiçək bacı, cırtdan burada düz deyir. Sən niyə bu cür hərəkət edirsən? Elə ancaq ona deyirsən ki, səhv danışırsan. Hə? Demək lazımdır yoxsa yox? Hə? Cırtdan. Hə? Ay cırtdan. Hə? Çiçək bacı səs buradayım. gəlmir. Çiçək bacı. Cırtdan. Ay burada sən qorxdum çiçək bacı. Elə bir də papaq sən kimi danışır. danışırsan. Nə edirsən sən? Hə? Niyə papaqla danışırsan? Demədim papağımı qoy qabağıma danış. Mən də olub keçənlərin hamısını danışıram da bura ki, görüm papaq Ay nə cavab verir. cırtdan. Mən o mənada dedim. Bəs nə mənada papağı qoy qabağıma danış. Cırtdan, bu bir atalar sözüdür. Belə sözlər demişəm. Atalar da papağı ilə danışır. Yox. Yox, cırtdan. Dedim ki, yəni bu o mənada verir ki, papağı qoy qabağıma danış. Yəni otur biraz çox fikirləş bu barədə. Nə O fikirləşirsən? mənada əvvəllər məsələn ya qıcıq çiçəyi. Hansı indi gəlib xoşuma gəlməsə başqa ad qoya bilərəm yəni sənə. Çoxdur, adlar çoxdur məndə. eybi yoxdur uşaqlar. Biz də yaxşı adlar fikirləşək, cırtdana belə qəşəng adlar qoyaq. Aha, Görəm nə, eşidirəm. məsələn, bu Papaq qarışqa demək istəyir. cırtdandan başqa, mikrob cırtdandan başqa görüm nə maraqlı adlar var, seçə Ay, bilərik cırtdan. yoxdur çiçək bacı. Mikrob nədir axı çiçək bacı? Qarışqa nədir axı? Hə, mən qarışqa yoxşuyuram. Amma belə də ki, qarışqalar yəni sən zəhmət cəmaata ad qoyanda cəmaat da sənə ad qoyacaq da. Mən məsələn gəlin fikirləşək uşaqlar. Siz nə fikirləşirsiniz? Hə? Ay, yox, yaxşı ad deyil. Nə adı məsələn? Aha, cıqqılı cırtdan. Yo. Elə adım cırtdan bəsdir mənə. Cıbbılı cırtdan. Yox, cırtdan bəsdir, elə bəsdir. Cıbbılı cırtdan. Ha, yaxşı addır, cıbbılı cırtdan. Yox da çiçək bacı. Hə, nədir? Baxıram ki, həqiqətən deyirsiz? düz deyirsən. Yəni ləqəb qoymaq və başqasına, yəni başqa özünün adından başqa ad qoymaq həqiqətən pis təsir eləyirmiş. Mən bu vaxta qədər bilmirdim əslində ki, bilmirdim ki, belə pis təsir eləyə bilər. Aha, nə yaxşı. Mənə o zəncdən sonra ki, mənə dedilər, qarışqa cırtdan. Mikrob cırtdan. Hə, mən ondan sonra başa düşdüm ki, xoş gəlmirmiş. Aha, İndi sən də qıcıq deməli cırtdan başa düşünmüş cırtdan. Qıcıq çiçək xoşuna gəlmədi sənin? Sən xoşuma gələr, sənə qıcıq desələr. Yox, mən qıcıq Mən elə deyiləm. bilirəm ki, heç kimin xoşuna gəlməz. Hə, düz Elə deyirsən. deyil? Hə, çiçək bacı düz deyirsən. Yaxşı, cırtdan. Başa düşdüyünə görə çox sevindim. Uşaqlar, siz də bilirəm ki, heç razı deyildiniz bu işə. Birdən də ola bilər. Yəni birdən dostlar arasında ola bilər bəzi sözlər deyəsiz, amma onu da fikirləşin ki, çox deyəndə o dostunuza ad qoymuş olursunuz və o dostunuza xələl gəlmiş olur. Sonra başqa uşaqlar da onu çağırır. Cırtdan, eşidirsən məni? Hə, eşidirəm. Ümidvaram eşidirsən. Hə, eşidirəm. Elə deyil uşaqlar. Bəli, məsələn oturursunuz, qəşəng söhbət edirsiniz, oynayırsınız, amma bir-birinizə artıq belə zarafatlar eləyəndə artıq başqaları da eşidib onu o cür çağıra bilər və sonra da o narahat ola bilər. İndi təsəvvür eləyin, cırtdana cubbulu hamı desə necə olar? Bütün dostları öyrənər. Yox, qəşəng deyil. Qəşəng deyil. Çiçək bacı, deməli mən hamıya ləqəb qoysam, onlar da mənə ləqəb qoyacaqlar. Bəli, qoyacaqlar. Özü Vay, pis vay, ləqəblər necə də də qoya pis bilərlər. deyil. Ümumiyyətlə ləqəb qoymaq. Hər bir insan öz adı var. Qoyun, məsələn, gözəl ləqəblər. Məsələn, ağıllı cırtdan deyəndə necə ləzzət eləyir. Məsələn, Ağıllı cırtdan qəşəngdir. hə, qəşəng adlar. Məsələn, dahi, alim. ağıllı. Hə, məsələn, Professor cırtdan. Məsələn, belə məsələn ki, yəni cəsur, məsələn bu cür adlarda mənə o cür ki, çox belə maraqlı olsun. Elə deyil cırtdan. Hə, çiçək bacı. Onun da xoşuna gəlsin. Başa Olur düşdüm. da. Başa düşdüm ki, çiçək bacı, day başqasına ləqəb qoymaq olmaz. Bəli, Mən bundan qoymaq sonra olmaz. özümə söz verirəm ki, başqalarına ləqəb qoymayacağam. Öz adları ilə çağıracağam. Afərin. Əhsən sənə. O daha yaxşıdır. Bəli. Nəinki mənə də deyərlər. Qarışqalar çiçək bacı, belə hərəkətlidirlər də, pisdir. Ay çiçək bacı.
Uşaqlar, görürəm ki, çox çətinlik çəkirsiniz. Deyirsiniz ki, cırtdan bu biraz çətindir bizim üçün. Tapmacamızı əvvəlcə deyək. Uzaqdan baxdım yaman çox, yanına getdim heç nə yox. Uşaqlar, adətən bu dağların başında olur. Yəni uzaqdan baxırıq görürük ki, dağı biraz çətinliklə görürük, amma yaxınlaşanda görürük ki, heç nə yoxdur. Hə, bildiniz? Tez göndərin cavabı. Uşaqlar, gördünüz də, başqasına ad qoydu, axırda özünə də ad qoydular. Elə deyil uşaqlar? Bəli. Ona görə də uşaqlar diqqətli olun. Belə görürəm siz də eləyirsiniz, hə, arada. Ay, eləməyin, ha. Daha eləməyin. Bilin ki, bax nəticəsində burada gördünüz. Daha bundan sonra siz heç vaxt başqa dostlarınıza ad, ləqəb qoymayın. Qoysanız da qəşəng adlar qoyun ki, onun da ürəyi şad olsun. Elə deyil uşaqlar? Sən, bax belə. Cırtdan. Hə, Çiçək bacı. Sən qulaq asırsan da mənə. Bayaqdan fikirləşirəm ki, Çiçək bacı. Dostlarımıza nəsə demək istəmirsən. Mənə necə də ad qoydular. Dostlarımıza onu demək istəyirəm ki, uşaqlar, dostlarım, əziz dostlarım. Baxın, gördünüz mən ləqəb qoydum başqalarına. Düzdür, mən üçün gülməli gəlirdi, əylənirdim, maraqlıydı. Amma qıraqdakına heç də xoş gəlmirdi. Hə, hardan bildim? Oradan bildim ki, o bayaq dostum zənciləmişdi ya mənə. Mənə ad qoydu ya mikrobla qarışqa. Ona görə ondan sonra heç xoşum gəlmədi. Day qərar aldım ki, heç kimə ləqəb qoymayacağam. Heç də yaxşı hərəkət deyilmiş bu. Bəli uşaqlar, heç də yaxşı hərəkət deyil. Və dostlarınız da sizdən inciyər. Sonra sizdən uzaqlaşar, dostsuz qalarsınız. Bu yaxşıdır. Yox. Bax, mən də az qala inciyirdim cırtdandan. Yaxşı, Çiçək bacı, üzr istəyirəm səndən. Üzr istəyirəm ki, sənə belə bir ad qoymuşdum. Düzdür, qıcıq deyilsən, amma əylənmək üçün eləmişdim də mən də onu. Bəli. Eybi yoxdur cırtdan. Məndən küsmə ya, məndən küsmə qəti. Mənim əsas məqsədim o idi ki, sən səhvimi başa düşəsən. Yoxsa biz dostuq. Dost həmişə belə olur da arada, bilirsiniz də uşaqlar. Hə, uşaqlar, baxın, bugünkü veriliş elə bilirəm ki, sizin də xoşunuza gəldi. Elədir, xoşunuza gəldi. Ay, nə gözəl. Bundan sonraki verilişlərimizdə diqqətlə izləyin. Görürsünüz nə qədər maraqlı mövzularımız olur. Və bu haqda bizə mütləq yazın. Hara? Bu aşağıdakı nömrələrə. Fikirlərinizi yazın və ən əsası da əl işlərinizi, bunları hamısını, şəkillərinizi aşağıdakı nömrəyə yazın. Və aşağıdakı nömrə təkcə onun üçün deyil, bilirsiniz də, müsabiqədə iştirak eləmək üçün və tapmacanın cavabını da bildirin, ora mütləq yazın. Hə, verilişimizin axırına gəlib çatdıq. Çiçək bacı, mən də şəkil göndərim sənə. Mütləq. Nə qədər istəyirsən şəkil göndər. Mən də şəkil göndərim. Hə, uşaqlar, şəkillərinizi unutmayın, videolarınızı unutmayın, verilişimiz haqqında olan fikirlərinizi unutmayın. Ümumiyyətlə, Çiçək bacı hər nə dedisə, hamısını unutmayın, aşağıdakı nömrələrin hamısına yazın. Mütləq yazın, gözləyin uşaqlar. Ürək sözlərinizi də yazın, ha. Mütləq, bugünlük bu qədər. Sağ olun uşaqlar. Salamat qalın. Sağ olun. La 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 la.